Mən rayon icra hakimiyyətinin aparıcı məsləhətçisi, Uşaq Hüquqları Müdafiəsi üzrə Komissiyanın Uşaq Ailələri İşçi Məsləhətçi Psixoloğu Vahid Abdullayev. İlk öncə hər birinizi rayon icra hakimiyyətinin rəhbərliyi adından və öz adından səmimiyyətlə salamlayıram. Bildiyiniz kimi, gender zorakılığının və uşaqlara qarşı zorakılığın qarşısının alınması günümüzün ən aktual məsələlərindəndir. Bu sayədə dövlət və qeyri-hökumət təşkilatları tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Məhz bugünkü tədbirimizin mövzusu da gender əsaslı zorakılığın qarşısının alınması mövzusundadır. Bu barədə ətraflı məlumatın verilməsi üçün mən sözü Vəfa Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin əməkdaşlarına verirəm və tədbirin gedişatında uğurlar arzulayıram. Çox sağ olun, diqqətiniz üçün. Çox təşəkkür edirəm Vahid müəllim. Mən də hər kəsi ürəkdən salamlayıram bizim dilbər quşlarımız olan Zaqatalardan. Bugünkü həyata keçirəcəyimiz tədbirimizi bizə şərait yaratıldığına görə biz də rayon icra hakimiyyətinin rəhbərliyi Mübariz müəllimə, onun dəyərli kollektivinə və bugün burada iştirak edən bütün qonaqlarımıza təşəkkür edirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarından Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vəfa Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi bugün gender əsaslı zorakılıq, sürgün və mədəni şiddetin ən çox yayılan formasıdır adlı tədbirini həyata keçirir. Bu bizim həyata keçirmə silsiləli tədbirlərimizdən yekun tədbirimizdir. Digər rayonlarda da bizim müxtəlif rayonlarda görüşümüz olmuşdur. Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri, pedaqoq, telesosial layihələrdə rəsmi ekspert Fatıma xanım Hacıbəyli, Respublika Qadınlar Cəmiyyətinin sədr müavini, psixoloq, telesosial layihələrdə rəsmi ekspert, Fövqəladə Hallar Nazirliyinin İctimai Şurasının sədr müavini Vəfa xanım Abbasova. Və mən gender bərabərliyindən danışırıqsa, çox bugünkü bir günü də qeyd etmək istəyirəm. Gender bərabərliyini hər zaman qoruyaraq, xüsusi xidmətləri olan, qadınlara çox böyük örnek olan mübariz qadın, ölkəmizin birinci vitse-prezidenti bugün Mehriban xanım Əliyevvanın da doğum günüdür. Mən istərdim ki, bu münasibətlə onu bütün qadınlar adına təbrik edək. Çünki qadınlarımızın fəaliyyətində, qadınlarımızın bütün istiqamətlərində o bir nümunə işıqdır bizə. Və eyni zamanda ölkəmizin hər zaman istər mədəniyyətimiz sahəsində olsun, istər mənəvi dəyərlərimiz sahəsində olsun, beynəlxalq arenada tanıdaraq çox böyük uğurları olmuşdur. Uğurlar arzu edirik, şəxsi həyatında xoşbəxtlik arzu edirik. Çox təşəkkür edirəm diqqətinizə görə və sözü verirəm Fatıma xanım Hacıbəyliyə. Hər kəs salamlayıram. Çox sağ olun, dəyərli zamanınızı ayırıb. İcazə verərsən anlatıb danışıq. Hər kəs salamlayıram. Minnətdaram, dəyərli zamanınızı ayırıb burada bizim yanımızda olduğunuz üçün. Mən də Nurhanə xanımın dediyinə qoşuluram. Bugün bizim qadınlar ordusunun rəhbəri olan Mehriban xanım Əliyevanın doğum günüdür. Allah'tan ona can sağlığı, uzun ömür arzulayıyorum. Və hər zaman işin başında olsun və biz qadınlara örnek olsun. Çünki biz humanizmliyi, xeyir-sevərliyi, bax bu cür liderliyi ondan ötürük. Bugün isə bizim tədbirimizdir. Tədbirimiz deməli bizə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları Dövlət Dəstəyi Agentliyinin bizə inanıb növbəti maliyyə ayırıb növbət tədbirimizi keçirdirik. Biz dəfələrlə silsilə tədbirlər keçirmişik. Tənqəha qarşı tədbirlərimiz olur, narkomaniya qarşı olur və bir qadınların necə deyərlər, təcavüzlərinə qarşı tədbirlərimiz olur, onlara qarşı olan zorakılıqlara qarşı olur. Zorakılıq dedikdə, mən sadəcə olaraq hələ imtihana başlamamışdan öncə sual vermək istəyərdim. Çünki kontingentə baxıram ki, burada kontingent həqiqətən bu suala cavab vermək lazımdır. Gender əsaslı zorakılıq deyəndə nə anlayır? Kim cavab vermək istəyir? Gender əsaslı zorakılıq. Mən orada zorakılığı ta övlad necə deyərlər, ana bətninə düşəndən başlayır. Elə bir ailələr var ki, onların qız övladı var, amma oğlan övladı yoxdur.
o qadını hər zaman bacardığımız qədər şiddətə məruz olur. Mənəvi şiddət, mən demirəm onu, dövürlər, öldürürlər. Niyə oğlun yoxdur, sonsuzsan? Sanki oğlu olmadığı üçün bu qadın cəmiyyətdən təciz olunmalıdır. Və bu elə deməli, ana bəxtində başlamaq selek qabıqlardan başlayır. Bunun bəxtindəki uşaq deməli, qızdırsa, artıq qaynana və yaxud ana, yoldaş qərar verir ki, yox, bu uşaq dünyaya gəlməməlidir. İlk başdan gender bərabəri pozduq mu? Oğlan olduğu zaman, hələ kişilərimizin sözü də var da, həyat yoldaşlarımızın. Nə olur, gələk kişinin nəyi olan olmuyor, böyük kişinin qızı ola bilməzdən, mümkün deyil. Yəni, ilk etapı elə oradan başlayır, qadın kişi aralarında qoyulan fərqi. Onlar dünyaya gəldi, bir ailədə bir qız, bir oğlan. Artıq ondan körpəlikdə gender əsası zorakılıq başlayır, onların arasında fərq olur. Qız övladı hər zaman qapalı olmalıdır, qız övladı kənarda qalmalıdır, oğlan övladına hər şey qurban edir. Yəni, oğlan evə saat 10-da da gələ bilər, qız qətiyyən gələ bilməz. Mümkün deyil. Amma düşünmürük ki, hər ikisi bizim övladımız heç oğlan da saat 10-da evə gəlməməlidir. Yəni, müəyyən bir vaxtda o vaxtda gəlməlidir. Ana sual verirəm ki, bunu mən deyirəm ki, uyğun deyil. Niyə biz ancaq oğlan uşağına görürək qızlar? Bütün dünyada belə qanun olur ki, rəng fərqi olmamalıdır, qız və yaxud oğlan. Eyni olmalıdır. Biz övladlarımızı artıq gender bərabərinə onlar dünyaya gələnlər və bizim bəxtimizə düşənlər, bizim ailəmizdə böyüyəndən artıq fərqlər qoyur. O qız qətiyyən əlinə silah ala bilməz, qətiyyən maşın ala bilməz. Amma oğlan da qətiyyən əlinə gəlci ala bilməz, birdən dəhşətli bir faciə baş verənlər. Yəni, oyuncağı kimi biz o qədər diqqət yetiririk. Və yaxud da ki, hansısa bir ailədə qız verirlər ərə, qızıq dediyimiz söz nə olur? Gedirsən, meydin çıxır oradan və yaxud qız gəlir, anaya şikayət edir. Mənim ailəmdə problem var, yoldaşım məni incidir. İlk sözümüz nə olur? Ərin səni döyər də, sevər də, o sənin öz işindir. Biz amma başa düşmürük ki, biz o qızlarımıza mənəvi şiddət göstəririk. Deməli, biz onlara mənəvi təzyiq edirik. Sanki onu əzirik, yaxşı düşünürük, əzirik. Amma biz qızımıza nə deməliyik? Git, meydin çıxsın yox. Hər pisinlə, yaxşınla mən sənin yanındayım, mən sənin arxandayım. Övladımızın pisi də bizimdir, yaxşısı da bizimdir. Biz fərq qoymamalıyıq. Bir qızı 15 yaşında verirlər ərəz, amma bu qızın heç fikri də soruşan olmadı. Özündən yaşda böyük adama verirlər, bir də görürsən ərəz. Amma valideynlər neyirlər? Ən çox da. Yox, bu oğlan Rusiyadadır, Rusiyadadır. Pulu yaxşıdır, qızımı verim ona ərə, belə bir elçi heç vaxt düşə bilməz mənim qızıma. Bunlar düşünürlər ki, bu qız 15 yaşında təmiz bir uşağa, bu 35 yaşında bu kişiyə, Rusiyadan gəlmə və kənardan gəlmə bir kişiyə ərə verməklə ən azından onun orqanizmi təcrübəsi verir. Necə sağlamdır. Həmin o orqanizmə, bu qarşı tərəf 35 yaşında kişidir də, onun orqanizmə hansısa bir infeksiyon xəstəlik keçir, bu bir. İkincisi, o qız daxilən hər zaman şiddətə məruz qalır. Və o 16, 17, 18, 19 yaşına çatanda artıq həyatı dərk edəndə ki, bu kişi buna uyğun gəlmir, heç söhbətləri tutmur, heç bir şey tutmur, heç nədə yəni fikir uyğunluğu yoxdur. Və inan o kişi üçün də maraqsız olur və qız da təzə bir şeylər axtarır da öz aləmində. Çünki indi həyatı başa düşürlər. Həmin vaxt atrevində onu qəbul olunur mu? Yox. Elementar bir şey deyim sizə, adi kiminsə nişanı olur. Mənim haqqda bir də məqaləm də yazacaq. Bir qızın, bir bacısının nişanıdır və qız geri qayıdır. Elə ilk təzyiqi biz valideynlər göstərir. Sən qəti onu heç bir şeyinə əl vurma, sənin başını qayıdır, birdən bacığa da nəsə olar. Siz təsəvvür edin, 27, 26, 30 yaşına qayıdan bir gəlin üçün bu sözü eşitməklə də bağlıdır. Düşünmədən bu sözləri istifadə edir. Və o qız evdə demək olar ki, dəfələrlə aşılanır. Qarşındakı insana inanır, bu zaman oğlanın anası meydana çıxır. Mən əldən qayıtmış qız almarım, mümkündür. Hansısa sual versəm, bu dəqiq eyni, bəlkə də mən burada indi tədbirdə siz deyəcəksiniz, yox, biz elə şeyə fikir verməliyik. Amma inanın ki, hər birinizdə eyni cümləni təkrar edirsiniz ki, əldən çıxmış uşaqlı qadın almarım və uşaqsız qadın almarım. Ancaq qızı oğlumuza nə axtarır, ayrılsa belə, subay olsun, uşaqlı adam almıram. Amma sənin də alıqın ailəsi dağılır. Deməli, burada ən azı, bu fikirlərimizin arasında gender bərabərliyini pozur. Və bu qadın buradan da artıq zərbə alır. Və həyat eşqi ölüncə, ya elə bir qadın var ki, düşür insan alverçilərinin əlinə,
və qurbana çevrilir. Elə də bir qadın var ki, dözmür, artıq gedib intihar edir. Və yaxud da qızınız var, oğlunuz var. Bunları evləndirdiyiniz zaman ilk söz işlətdiyim bunu. Mənim varım da, dövlətimdə hamısı oğlunuz, qız gelib ər evində olsun. Ya doğana bunu eləməyəcəm. Fərqi nədir? Ona da yad olsa gətirmirsən də. Bir fərq var mı ki? Yoxdur. Hər bir şeyimizi oğlunuza verməyə çalışırıq. Evim oğlumundur, maşınım oğlumundur, şirkətim varsa oğlumundur. Qız gelib ər evində ola bilər. Qız da İraq. Niyə öne çıxmırıq? İndi bu mövzuya gəlib çıxacaq. Çox vaxtımızda almaq istəmirəm. Biz bu qadınlarımızı artıq yavaş-yavaş müasir zamanədə demokratiya deyilik, onlara sərbəstlik veririk. Amma sərbəstlik özbaşınalıq deyil. Sərbəstliyin də bir etapları var. Mən hər zaman qadınların yanında olsam belə, qadınların necə deyək, tərəfini saxlasam belə, bəzən haqsızlıqlar olan yerdə susmuram. İndi bugün kişilərimizin çoxu artıq qadınları önə verib onlarla, yəni mən belə deyəm, dırnaq arası deyirəm, qurban olma Azərbaycanın oğlanlarına da qızlarına. Amma dırnaq arası bəzi kişilər var ki, qadınların kölgəsində gizləməyi daha rahat özlərinə hesab etsin. Amma bəzi qadınlar var ki, onlar öz işlərinlə yoldaşlarına, ağıllı qadınlarına gelir, tətbiq tutur. Öz yoldaşlarına da bir şükür. Amma bəzi də qadınlar var ki, onlarda artıq bəyət dediyim kimi demokratiya öz başınalığa çevirir və hegemonluq başlayır. Mənəmli iddiası başlayır. Əgər bugün pul mən artıq gətirirəmsə, artıq mənim sözüm keçməlidir. Yox, elə bir şey yoxdur. Biz çalışaq ki, ailələrimizdə belə o demokratiyanı saxlayaq. Məsəl üçün, ailə institutlarında bizə nə göstərirlər, nə öyrədirlər? Ailə bir yerdə bir dövlətdir və hər zaman da bir yerdə olmalıdır. Yaxşı olar ki, ailə daxilində hegemonluğu kənar qoyaq. Bizim Abşeron rayonunda icra başçılardır, İradə xanım, Vəfa xanımda siz də tanıyırsınız. Deməli, İradə xanımla biz bir dəfə oturub söhbət edəndə mən onun dırnaqlarına baxdım. Dırnaqları tamamilə, yəni normal, manikyursuz, fualsız belə normal dırnaqlar. Mən gördü əlinə baxıram, dedi ki, mən evdə xörək bişirirəm. Mən burada başçıyam, mən evdə başçı deyirəm, evdə mənim başçım var. Yəni evdə ailə bərabərliyini çox qoruyur, yəni gender bərabərliyi. Gender bərabərliyində gəlin belə deyək. İnsanlar var ki, oturur burada kişi xeylatlarına, şəxsən mən keçən gün bir də misal çəkirəm, mən öz atamı deyirəm. Allah ölənlərinizə rəhmət etsin. Mən atam otururdu, bax, televizor oturdu buradaydı, o televizor oturdu götürmürdü, o çağırırdı, mən anam gəlsin oturdu ona versin. Bugün də belə kişilərimiz çoxdur. Otururlar, o stakandan suyu götürüb içmirlər, çağırırlar yoldaşlarını ki, gəl mənə su ver için. Hansı ki, yanında da süzüb içə bilər. Bu özünə bunu ar gəlir. Və ancaq ailə daxilində olsa ki, deməli, uşaq gəlir, övlad gəlir, nə görür? Ana yemək çəkir, ata çörək doğrayır. Ana pomidoru doğrayır, ata xiyara doğrayır və onlar ikisi bir yerdə stol açır və bunu övlad görür. Bu övlad görür, hansı humanizmdən görürlər. Amma bugün bəzən biz analar, görəndə ki, oğlumuz gəlinimizə bir stəkan çay verir, onu bir qiyamətə çevirir. Nə danışırsan? Mənim oğlum sənə çay verə bilməz. Mən kimsə ailədə lider olduğunu göstərmək deyil. Təbii ki, bizim hər birimiz Azərbaycanlı ailəsi olduğu üçün bizim ailəmizin lideri bizim həyat yoldaşımızdır. Və həyat yoldaşımızın yanında da biz dəstəkçiyik, biz köməkçiyik. Amma o demək deyil ki, həyat yoldaşımız bizə əsməlidir. Bu ailə üstünün bizə verildiyi tərbiyyədir. Və bir də bəzən kənardan biz görürük ki, polislərimizə zəng edib ora dəvət etməliyik ki, gəlin bu ailədə problem var. Amma çoxumuz sakitcə dayanırıq, qıraqdan baxırıq, nə polisə zəng edir, nə müdafiə edirik. Bunun özəlmədən şiddətə göz yummağımızdır. Çox xahiş edirəm, yəni özünüzlə ilk olaraq bunu aşılamalıyıq. Evdə niyah qarşısını almalıyıq. Qonşumun qızı əgər 15-16 yaşında nişanlanırsa və mən ona göz yumuramsa, lazımı müəyyən bir yerlərə çatdırmıramsa, bu artıq mənim günahımdır. Bu, içində olan bir vicdandır. Və çalışaq ki, heç zaman haqqın səsinə sus verməyək. Ailələrimizdə zəif yox, zərif olaq. Və biz bacardığımızda oğlan və qız arasında şərt qoymayaq. Çünki onların hər ikisi bizim balalarımızdır. Gəlinimiz gələndə belə onu öz övladımız kimi nə qədər ki, qəbul eləməmişik, o zaman o gəlinlə olmuş, ailə problem olur. Bəzən də çox vaxtımızı almayacaq, bəzən də belə bir söz deyirlər, ailə dağılır, deyir ki, mənimki oğlan da qızdan az fikirləşsin. Çox istəyərəm ki, həqiqətən də bütün tamam ailələr çox az olsun, tamam ailələr çox olsun. Bugün bildiyiniz kimi bir 10 il, 15 il bundan öncə tamam ailələr çox olur, tamam ailələr çox olur.
az idi. Amma bugün natamam ailələr artıq ayaq tutub verir. İnanın, mən bəzən hərdən istəyirəm ki, hətta bu barədə bir işdə görülsün ki, biraz bu alimentləri dayanırsın. Sanki alimentlər artıqca qızların əhvalı yer alır. Getdim, ailəm dağıldı, bəs 350 manatdır. 350 manat olan adamdan 400 manat aliment yazılmış. Bu adam haradan alsın versən bunu? Ondan ailənin o xoşbəxt tərəfindən başqa o çətinlik tərəfində izah eləməliyik. Amma hər bir sözümüzdə, cümləmizdə, başında, əyalında qız oğlan fərqi yoxdur. Hər zaman bunların arxasında olmalı, bildirməli, yəni onlar arasında fərq qoyulmamalı. Sən qızsan, sən kənarda qalmalısan, sən oğlansan, sən önündə olmalısan. Yəni heç vaxt bu düşüncələr olmayaq ki, övladlarımız da gələcəyinə özləri kimi sağlam ruhda olan bir övlad verirsən. Mən çox vaxtınızı almaq istəmirəm. Mən bilirəm ki, Zaqatala rayonu həqiqətən də gender bərabərliyi də burada çox qorunur. Burada kontingent də hamısı yüksək səviyyədədir. Mən çox gözəl bir mənazərəm və buna görə də həqiqətən buranı hər zaman almışlayıram və bir daha sizə öz təşəkkür bilirəm. Öz təşkilatımın adından və Sosial İctimai Birliyin adından öz təşəkkür bilirəmsə, bugün dəyərli zamanımızı ayırıb bizim yanımızda olduğumuz üçün minnətdarım. Mən istəyirəm ki, əvvəlcədən mən zala müraciət edeyim ki, xanımlar biraz aktiv olsunlar. Yəni, biz istəmirik ki, bu gəldiyi mövzunu və əziyyət çəkilib, bu kitab çap olunubdur, orada mövzularla bağlı bütün məqamlar işıqlandırılıbdır. Amma bəlkə də sizin deyəcəyiniz hər hansı bir fikir, irəli sürəcəyiniz hər hansı bir təklif gələcəkdə daha uğurlu bir təklif ola bilər, bir məqam ola bilər. Ona görə xahiş edirəm, aktiv olaq və biz yolda gələndə biraz tədbir edəcəkdik, texniki məsələ problemlərlə bağlı, ona görə bizi hesab etmənizi rica edirik və maksimum dərəcədə çalışacağıq ki, tədbirimiz maraqlı olsun və bu tədbirdən əli boş getməyəsiniz. Və sözü verirəm bizim dəyərli psixologumuz Vəfa xanım Abbasova. Buyurun Vəfa xanım. Hepinizi salamlayıram. Mən bu günləri bu auditoriyanı çox sevdim. Çünki xanımlar çox gözəldirlər. Bir özünüzü gözəl alqışlayın. Mən əvvəl düşünürəm ki, Azərbaycan qadını dünyanın ən gözəl qadınıdır. Biz birçok Avropa ülkelərində olduq. Mən orada Azərbaycan qadını qədər hünərli, Azərbaycan qadını qədər baxımlı qadın görmədim. Xüsusən də Zaqatalada bugün bunların bir daha canlı şahid olur. Fatma xanım qeyd etdi ki, uşaqlar dünyaya gəlmədən onlar dünyaya gəldikdən sonra o uşaqların həyatı çox dəyişkən olur. Üzrlü sayım biraz narahatam. O uşaqlar biraz xoşbəxt uşaqlar olur. Arzu olunmaz uşaqları ana bədnindən biz dölün 4-cü həftəsindən sağlam dölə biz istədiyimizi uşaqlara ötürə bilirik. Əgər biz uşağımızın gələ biliriksə, heç vaxtı o uşağı xoşbəxt görə bilmərik. Və yaxud da o uşaqlar doğulduqdan sonra ona arzu edilmək istəyirəm. Bilmək istəyirəm, axırıncı dəfə ailə üzvlərimizlə bərabər bir süfrə arxasında nə vaxt oturmuşsunuz? İnanın. O da hər bir misal gətirsin. Onda çox xahiş edirəm, axırıncı dəfə süfrə başında oturarkən ailə üzvlərimizlə narahatlar hansı mövzuda söhbət etdiniz? Kim danışır? Siz kim ailəsinə birlikdə oturmaq? Buyurun. Sağ olsunuz, belə bir gözəl təlimi bizim xanımlarımız bundan çox maraqlanır. Yəni ki, ailəmizdə olarkən mən inanıram ki, Zaqatalanın kəndi baxmayaraq, şəhəri baxmayaraq, hər bir ailəsi süfrəyə bir yerdə otururlar. Həm nahurda, həm şam yeməyində. Və hamının da ailəsində, mən bildiyimi deyirəm özüm, bütün deməli problemlər, bütün lazım olan arzular, istəklər həmin süfrə başında müzakirə edilir. Alqışlayaq. Çünki son illər qadınlar kişilərdən sonra elə gəlir. Çünki doğum günləri, toylar, iş yoldaşının yığıncağı və s.
ve həyat yoldaşlarımız evdə oturur, qadınlar məclislərdə və hətta bu yaxınlarda restoranda bir soruş keçirdik. Deməli, bütün restoran doluydu. Cəmi 20 nəfər kişi vardı, 200 qadın vardı məclisdə. Yəni, başqa-başqa doğum günləri qeyd olunurdu. Demək, o gün gender bərabərliyi Azərbaycanda qadınların sərbəst olması üçün yaradılmış bir şəraitdir. Bunun üçün ulu öndərimizi Allah qəni-qəni rəhmət etsin ki, Azərbaycanda gender bərabərliyini gündəmə gətirdi və artıq Azərbaycan qadını istənilən kürsüdə Azərbaycan qadının səsini qaldıra bilər. Bugün millət vəkillərimiz var, idarə rəislərimiz var, hətta sürücü qadınlarımız var, məktəb direktorları var, amma məktəblər, kişi müəllimləri hədsiz dərəcədə azdır. Bilmirəm, Zaqatalda bu nə qədərdir. Əgər bir məktəbdə kişi müəllimi azdırsa, orada olanlarımız kişi kimi olmağa bacarmırlar. Bu yerimi nə deyir? Oğlan mütləq gəlinci oynamalıdır, əks cinsin nə olduğunu bilməlidir. Qız da maşını, o sürüləri, maşın oyuncaqla oynamalıdır. Çünki uşaqlara biz nəyi öyrədiriksə, uşaqlar o cür böyülür. Biz qızlarımıza adi təsir veririk. Qızlarımızı çox gözəl dil öyrədirik. Qızımıza ən bahalı restoranda toy edirik. Qarşı tərəfə dirənirik, ən bahalı qızıl əşyasını aldırırıq, getirir və toydan sonra evdə söhbət başlayır. Söhbətin əsası nədir? Bir oğlanı o qədər valideyn zəif böyüdür ki, bir oğlan ailə dəyərlərinin nə olduğunu anlaya bilmir. Bəli, xeyirlə danışmaq ailə dəyərləri demək deyil. Əlin nə olduğunu anlamır. Toyun bir nağıl olduğunu istəyir, o paltarı giydi, fotosesiydi və s. İşlər hamısı birləşir, mental dəyərlərimizdə bir normal ailə obrazı yaradır. Amma bizim qızlar nə edir? Mama, bu oğlan flash istəyirəm, anası ilə məsləhətləşir. Burada ailə oğlanların hüquqları pozulur və yaxud da qız oğlana müraciət edir, ana icazə verərsə biz gəzməyə gedəlim. Bunlar ailə dəyərlərindən kənardır. Yəni, mühafizəkar ailələr uşaqlarına bu cür öyrətməməlidir. Burada hamımızın qaynana olanlar var burada. Qaynana olanlar əlimizi qaldırıb, vay maşallah. Mən də qaynanayım. Yox, mən də qaynanayım. İndi dövr dəyişir. Qaynanalar gəlindən qorxur, içimdən qarışır. Niyə bilirsiniz? Oğlumu itirməmək qorxusu. Oğlumu məndən uzaqlaşmamaq qorxusu. Buna görə də zamanı dəyişdiyi üçün bizim mental dəyərlərimiz də sanki elə bir ki, o klasik qaynana obrazından çıxar, müasir qaynanalar çox humanistdirlər. Artıq qadınlarımız, qızlarımız dünya turlarına çıxır və həyat yoldaşının bundan xəbəri yoxdur. Bu gender bərabər karşıya çıxacaq. Deməli, kişi işləmir, bu sizin aranızda var bu hallar. Kişi işləmir, evdə oturur. Qadın səhər tezlərlə gedir, işləyir. Axşam gəlir, qaça-qaça çay hazırır, yemək hazırır. Hətta divanda oturur, kişi səsini qaldırır. Nə olur yemək? Amma evdə oturur. Bugün Azərbaycan kişilərinin hamısına aid deyil təbii ki, amma çox təəssüf ki, Azərbaycanda ana xəqanlığı dövrü elə bir türlan edir. Qadınlar daha aktivdir, kişilərimiz bir pasivləşir. İş tapmaqda da kişilərimiz pasivləşir, amma bu hər kəsə, hər rayonda şamildir. Amma bu bir acı reallıqdır. Bilməm, mən razı olmaq başımı yeriyə bilər. Deyəsən, burada bütün kişilər işləyir, hə? Buna görə də biz gender bərabərliyi dedikdə ki, azadlıqla tərbiyəsizlik isə salmamalıyıq. Bir qadın evdə həyat yoldaşını saymasa, bir qız evdə atasını saymasa, bir kişi evdə qadını saymasa, onun sonu dağılacaq ailə dəyərlərindən söhbət gedə bilməz, mental dəyərlərdən söhbət gedə bilməz. Qız evlatlarımıza xüsusi diqqət göstərək. Qızlarımıza paltar aldım, geyim aldım, yemək verdi, bu valideyn borcu deyil. Bu valideynin borcudur. Valideyn sevgisi onu qoxularaq öpmək, onunla dost olmaq, onun əlindən tutmaq, onun
onun çetin anında onun yanında olması deməkdir. Əgər biz evlatlarımızla dost olmazsa, bizim evlatlarımız harda rahat olur, ora qaçmağa meyilli olur. Biz o vaxt uşaqlarımızın problemini bilməyəcəyik. Niyə deyirəm ki, biz bərdar olur? Onun rənginin solmasını, onun narahatçılığını, onun xoşbəxtliyini və yaxud da onun bir hansısa problem üzərində üzüldüyünü bilir və ana və uşaq arasında münasibət yaxşı olanda evlat onu deməyə çalışır. Əgər biz evlatlarımızın dostları var, bizim qızlar nə vaxtdır şantaj olunur? Rəfiqələri tərəfindən, harada rahat olub, valideynlə rahat ola bilmir, harada rahat olub yanına getdiyi oğlan tərəfindən və s. Və bunun da sonu intihara gətirib çıxarır. Mən düşünürəm ki, Zaqatalada bu hallar çox azdır. Heç mən Zaqatalada intihar sözünü eşitmədim. Mən də başa düşürəm ki, burada narkomaniya da azdır, intihar da azdır. Çünki bu rayon Azərbaycanın ən müasir rayonlarından biridir. Buranın xanımları gözəldir, buranın xanımları boyunca çox hündür olurlar, çox müasir düşüncəli olurlar. Və mən burada Vəfa Sosial Problemlər Dəstək İctimai Birliyinin bütün üzvləri adından onlara ailə xoşbəxtliyi arzu edirəm və bunlar üçün qeyri-bərabərlik Zaqatalada edə bilirəm ki, həmişə yüksəkdir. Çünki siz Azərbaycanda bəlkə yeganə rayondur ki, bu rayon sərbəst, rahat və hər fikrə açıqdır. Hamımızı bir daha xoşbəxt olmağa çağırır. Təşəkkür edirəm Rəma xanım. Mən bir deməli, əlavə ehtiyac yoxdur. Sadəcə bir balaca bir şey haşiyə çıxmaq istəyirəm. Demək, bəzən də bu həyat yoldaşlarımızı həqiqətən biz çıxarırıq. Necə? Sanki onları bir Sultan Süleyman obrazı yaradır. Təbii ki, yaradır. Bir dəfə bir hadisə olmuşdu. Deməli, həmin yüksək evalı mənə danışıb. Bir mən evdə çay içdim. Öz istəyim stakanı özüm yaxalayıb kənara qoymaq istəyirdim. Bir gördüm yoldaşım ağlayır. Dedim, niyə ağlayırsan? Deyir ki, mən ölmüşəm ki, sən bu evdə qalmışsın. Yəni, özümüz də bəzən, özümüz istəmədən qarşımızdakı insana bu da ilahiləşdiririk ki, o insan da özü oturduğu yerdən çaşırır ki, görürsə mən haradayam, həqiqətən də o özünü tamamilə başqa cür və qarşısındakı insanı əzməyə çalışır. Çünki özümüz yaradıraq bu şəraiti. Bir var dövlətdir. Çünki ağıllı qadın hər kəsin içərisində dominant budur axı. Heç vaxt bildirməməlidir ki, mən dominatam. Hər zaman yoldaşın dominant göstərməlidir. Amma əslində ev idarə edən budur, dominant da budur. Hər şey də bu özü idarə edir. Yəni, ancaq ağılsız qadın neylər? O kimdir mən? Mənəm-mənəmlik bəzən bizim axırımıza çıxır. Biraz bu mənəm-mənəmlik də kənara qoysaq, ailə daxil edir. Hörmət və bir-birimizə qarşılıqlı münasibət, yəni o qədər bir-birimizə. Mən yoldaşıma nəyisə tutaq ki, deyirəm ki, bu stəkanı bura qoymaq istəyirəm, bu telefonu bura qoymaq istəyirəm. Mənə sual verirlər, sən bunu mənə verə bilərsən? Mən biraz egomu basıb desəm ki, niyə də yox, ancaq mən yoldaşımla məsləhətləşib sonra deyə bilərəm, sizə cavab verərəm. Eynilə də qarşımda oturan kişi, anası belə buna desə ki, ay oğul, bizə gələ bilərsinizmi? O deməməlidir ki, hə, gələrəm. Nənəmə qalsın və sizin zamanınız varsa mən gələrəm. Və tək burada qadın-kişi münasibətlərindən getmir. Birdən də bir problem var ki, artıq biz o səviyyə məncə çatmışıq ki, istədiyimiz var, tutaq ki, Nuranə xanım, çox da biz bir yerdə işləyirik, mən gecənin saat 1-də durun Nuranə xanıma zəng edim. Ən azı zəng eləməmişdən qabaq, mən onun necə deyək, haqlarına hörmət edilərək yaza bilərəm ki, üzürürsən, narahat edirəm, müsaitsənsə mən sizə zəng edirəm və yaxud mən sizə gəlim. Bu çox gözəl bir fikirdir ki, çünki qarşı tərəfi sanki hörmət edilir. Mən bu hörməti qoyduğum zaman, qarşı tərəfdə hörməti mənə qoyacaq. Bu tək bizim həmcinslərə yox, kişi cinslərə yox, həmcinslərimizə dairdir. Və özümüzə hər zaman dəyər verilmək bizim öz əlimizdədir. Mən qarşı tərəfə xanım deyərəmsə, xanım sözündə alarım. Yox, üzr istəyirəm sizdən, azla müraciət edərəmsə, eyni cavabı da gəl alır. Üzr istəyirəm, Nurana xanım. Buyurun. Çox sağ olun Fatıma xanım. Mən istəyirəm auditoriya müraciət edəyəm. Burada yoxdur ki. Bildiyim qədərilə ailə uşaq problemlərinin Cövhər. Bu özünüzü təqdim edin, biz də tanıyaq, səhnə olmasın. Cövhərə İbrahimova, Zaqatala Uşaq Ailə Dəstək Mərkəzinin direktoru.
bugün qalalar. İstəfəm ikinci dəfə, bir də bu yola kimi gəlmişəm. Yəni rayonun problemlərini siz bizdən daha yaxşı bilirsiniz. Ona görə çox istəyərdim ki, sizdən bir məlumat alalım. Bəli, biz sizi diqqətlə dinlədik. Sizin dediyiniz Zakatala xanımlar haqqında dediyiniz sözlər əlbəttə ki, bizim üçün çox xoşdur. Əlbəttə ki, düzdür ki, Zakatala çox millətli xalq nümayəndələri burada məskunlaşmış, yaşanmışdır və ona görə yəqin ki, Zakatala xalqı, Zakatala milləti, Zakatala qızları belə bizdə metis deyirlər və qarşılıqlar bunlar, amanlar, nəzdilər, çox millətin nümayəndələri yaşayır bizim Zakatalada və sizin dediyiniz bizim xanımlar üçün sözlər məncə hamının ürəyindən oldu, çox sağ olun. Belə diqqət verdiniz, belə yaxşı sözlər dediniz bizim xanımlarımız haqqında. Deməli, qeyd bərabərliyi haqqında maarifləndirici tədbirləri bizim mərkəzimizdə bütün kəndlərdə həmin maarifləndirici tədbirləri aparır və qadınlarla, kişilərlə görüşürük, bu məsələləri onlarla da birgə müzakirə edirik. Sonra o ailədə əlbəttə ki, nümunəvi ailə kimi yetişər və evdə olan gəlin və qız da bundan ibrət alar və qızlarımız getdikləri yerdə, gəlinlərimiz də gəldikləri ocağa hörmət edərlər. Deməli, bir qızın bir ailəyə gəlin köçəndən sonra uyğunlaşması üçün ona ən azı 5 il vaxt lazım. Çünki hər ailənin, ailə kiçik bir dövlətə bənzir, hər ailənin öz qanunları, qaydaları olduğu kimi, hər dövlətin, hər ailənin də özünə məxsus qayda qanunları var. İndi istəsən də, istəməsən də sən əgər bu ailəyə gəlmişsənsə, bu ailənin qayda qanununa əməl etməlisən və onlarla birgə onların yaşadıqları kimi yaşamalısan. Və indi əsas Zakatalada keçən il boşanmalar biraz bizdə çoxalmışdı. Bilirsiniz necədir? Deməli, biz rayonları seçdiyimiz zaman, regionları seçdiyimiz zaman getdiyimiz yerlərə, sizin o sözünüzə mən demək istəmədim, özü istədiniz. Statistika qurdular ki, keçən ərzində Zakatalada boşanmaların sayı artır. Ona görə bizə məsələn, yoxsa biz Zakatalada gəlir bərabərliyi və bilirik və buranın hansı kontingentə malik olduğundan məlumatlıyıq. Gördüyünüz kimi bu günə qədər də gəlməmişdir bura. Burada erkən nikahda xanımın yoxdur da burada xanımın hamısı ziyaret. Sadəcə o keçən burada statistikada boşanmaların sayı artdığı üçün və bizə bu tədbiri bura yönəltdilər. Mənə də oradan maraqlıdır, ümumiyyətlə erkən nikah yoxdur. İcra hökuməti nümayəndəsi statistikadan məsələn bizə bir olsa da Evet, hal-hazırda Cöhər müəllimə bizim qəymətli imaçlı orqanımızdır. Biz mütəmadi olaraq həm kəndlərdə, həm şəhər mərkəzlərində arzusu olaraq erkən nikah qanunu fəsadları, eləcə də qohumlar arasında nikah fəsadları mövzusunda maarifləndirici tədbirlər keçiririk. İnanırıq ki, bu keçirdiyimiz tədbirlər nəticəsində bundan sonra da bu kimi neqativlər şəkillanmayacaq. sualım olmadı, yəni sıfırdır, statistika sıfırdır. Yox, erkən nikah sıfırdır. İcazə versəniz, mən arxada oturan gənclərə bildirir, oğlanlarımıza ki, xanımlarınızı necə görmək istəyirsiniz? Zəhmət olmasa fikirlərinizi söyləyin. Bax, sonra da deyilir ki, bax görürsünüz, ana xəqanlığı dövrü ona görə tüyan edir. Çünki qadınlarımız daha aktivdir. Mən düşünürəm ki, bax bu cür oğlanlarımızı zəif deyil, utancaq olmamalısınız. Siz o kadar aktif olmalısınız ki, hanımlar sizi görəndə özünü bir düzəltməlidir. O kadar oğlanlarımız zəif karakteridirlər ki, artıq qadınlar deyir ki, aslan kimsin, mən aslan kimi qadın olmaq istəyirəm, xoşbəxt qadın olmaq istəyirəm. Qızı, rayon ziyalısı, əməkdar müəllim. 47 il müəllim, belə desə qadın olurlar. Bu arada mən də 30 il müəlliməsiyəm. İlk öncə mən sizə təşəkkür edirəm. Çox gözəl vurguladınız, gözəl, xoş sözlər söylədiniz. Hər biriniz ayrı-ayrılıqda bizim qadınlarımız, qızlarımız haqqında. Həqiqətən o gözəlliklərin hamısına layiqdir bizim qadınlarımız. Çox sağ olun. O cümlədən bütün Azərbaycan qadınları. Bu rayon haqqında da məlumatınız var, bildirdiniz, dediniz. Bizdə 23 millətin nümayəndəsi yaşayır və demək olar ki, bu rayonda
millətlərin say çoxluğu olmasına baxmayaraq, adət-ənənəmizdə o qədər böyük fərq yoxdur. Ta qədimdən bu rayonda milli mentalitet, milli adət-ənənə, ağsaqqal sözü, ağbirçək sözü həmişə öndə olur. Qohum olanda bir mütləq şəkildə bir baxın görünəyin bir ağsaqqalan birçəyi var. Yəni nəsə bir problem olanda ən azından sözünü deməyi bacara bölümdə həmin olur. Və bir də həmin o ailədə ki, bir böyük yoxdur sənin, sayıq edirsən, dəyər verirsən, biraz o ailədə yaşamaq da biraz şəkildə. Çünki biz nə görürüksə onu edirik. Bəzən, məsəl üçün, mən tutaq deyirəm və ya hamımız olur da, çoxumuzda var, deyir ki, anam bu səhvləri eləyib, tutaq ki, bu humanistlik. Mən belə olmayacaq. Mən anam, amma sonuçda nə görürük? Elə anamızın elədiyimiz deyil. Yəni, Allah acından kənara çıxmır. Ona görə deyirəm ki, biz ailədə uşaqlarımızı biz yetişdiririk, biz böyüdürük. Biz onları istədiyimiz şəkildə edə bilərik, biz onları vəzirdə edə bilərik, xalqda edə bilərik, heç nə edə bilərik. Yəni, ən azından biz bu insan, övlad böyüdəndə bir onlara insan faktoru kimi baxaq ki, bu insan gələcəkdə cəmiyyətə normal bir insan olacaqmı? Cəmiyyət üçün xeyirli bir övlad olacaqmı? Ən azından onu fikirləşək. Uşaqlarımız nəyəsə eləyəndə, tutaq ki, övladımız bunu sındırdı, biz bunu gizlətdirməliyik. Biz özü fikirləşək. Biz nədən olacaq sözü deyərlər? Və yaxud da ki, övlada deyirlər ki, yalan danışma, telefon ələ alma. Amma özümüzün əlimizə bütün bir telefon var. Özümüz nəyəsə yalan danışır və bunu övlad eşidir. Ən azından onu eşitməklə planşet var, kompüter var. 10 dəqiqə anam vaxt verirlər. Mən ona çox deyir, nə axtarsan sən necəsən? 10 dəqiqə sən gedib təmiz havada oynaya bilərsən. Övladın savadına. Övlada bahalı maşını almaqla biz kapital əldə eləmirik, övladımızı ölümə götürməlirik. Biz qızımızı erkən nigahla yaxşı bir oğlan tapıb ərə verməklə qızımızı ölümə göndəririk. Çünki bayaq dediyimiz infeksion xəstəliklər insanın müəllimlər gözlüyür. Biz gözümüz görür, əziyyətlə, zulumla, yemin-yemin. Bunlar özləri zaten, özləri qərar verdikləri zaman ailə quracaqlar. Və qurduqları ailədə də inanın çox mükəmməl və xoşbaxt olacaqlar. Deyəcəksiniz, niyə belə erkən nigahda? 93-cü ildə 19 yaş erkən nigah sayılmazdı. Bu, indiki zamanı üçün 19 yaş normal idi. Amma mənim üçün 19 yaş, çünki o vaxt 93-cü ildə 19 yaşı həqiqətən indiki zaman üçün, yəni, tamam başına, orada biz doğrudan tutacağız. Yəni, həqiqətən doğrudan və mən inanın toydan gəlib ilk cümləm bu oldu. Ailəmə mən də gəldik qaltan qeydim. Yəni, beynimdə oldu, ailəmi dərk elədim. Başqa insanlara ona aşılamaq istəyirəm ki, yəni, çox xahiş edirəm. İlk olaraq öz balalarımıza necə deyirəm, karyera verir. Bugün necə esirdən baxırıq kənarda. Ay, buyurun. Çox sağ olun. Çox gözəl Yorullar, fikirlərinizə görə. Amma mən istəyirəm ki, auditoriya aktiv olsun. Sol tərəf aktivdir, amma sağ tərəf aktiv deyil və ən əsası da arxada oturan, mən buradan səslənirəm gənclərimizə, bəylərimizə, xanımlarımıza. Baxın, bu günlərin təbii ki, biz yaxşı tərəfləri deyirik, amma bəlkə də gənclərin hər hansı bir fikri var ki, biz də ələ boş qayıtmayaq buradan. Qanun vericilikdə o boşluqla bağlı hər hansı bir təkliflər ola bilər, onlara aparıb dəyərləndirə bilərik. O məsələ Özünüzü təqdim edin, zəhmət olmasa. Almaz Qaracayeva, Mərkəzi Şəfqatı İnformasiya şöbəsində, həm də sosial media üzrə mütəxəssisəm. Yəni, iş saatları kişilərlə qadınlar eyni saatlı olması biraz gender bərabərliyinə gəlsə də çətin bir qanun. Çünki bu da əmək qanunvericiliyində qəbul olunanda 92-ci il idi. Ondan sonra da dəyişilib. Xacılar, istərsiniz iş saatlarında qadın. Yəni bu texnologiyanın inkişafı insanları biraz gərginliyir, biraz sosial problemlər, iş saatlarının, yəni qadınlar iş saatının azaldılması. Bir dəqiqə, biz əgər gender bərabərliyindən danışırıqsa, sizin sahəniz ağış deyil, metallurgiya deyil, filan deyil. Yəni dövlətin rəsmi iş saatı deyirlər, bir saat var. Və biz bugün gender bərabərliyindən danışırıqsa, gender bərabərliyinə artıq nöqsan gətirə bilmərik.
Yox. Yəni sosial problemlər də elə ondan yaranır. Bir saat evə çatandan sonra qadın sağa baxmaq. O qadın öhdəliklərinə görə ki, müəyyən qədər güzəşt ola bilər Vəfa xanım. Qanun əgər qeyri bərabərliyindən söhbət Yəni edirsə, qanunda biz onu nəzərə ala bilərlər də ki, qadınlar qeyri bərabərliyindən söhbət edirsə, qadın kişi hüquqları bərabərdirsə, əgər ağır iş rejimində işləmirsə, bu bərabərlikdə bəlkə gələcəkdə qanunvericilikdə dəyişiklik olacaq, biz onu deyə bilmərik. Təşəkkür ederim. Xanım, mən sizə bir şey deyim. Siz nə işləyirsiniz dediniz? Ay yaşa. Sizin yerinizdə kişi xəlalda işləyə bilər də, düzdür? İndi dövlət nə bilsin ki, orada işləyən qadın yoxsa kişi olur? Söhbət ona deyil, söhbət iş saatının altı. İş saatına. Sizin ailə işinizlə bağlı, siz deyə bilərsiniz ki, məsəl üçün, bugün mənim köp uşağım var, mən bura gələ bilmirəm, bunu heç kəs məni məcbur edə bilməz. Sizin səlahiyyətiniz əgər çatırsa, siz dövlət orqanlarına və hansı bir tədbirdə falan işləyəndə bu ictimaiyyətdə, yəni təkcə bir dənə mən bu şəkildə düşünmürəm. Buradakı qadınlar hamısı o şəkildə düşünürsə, yəni hamısı deyirlər, yəni bir anlık hamısı o şəkildə düşünür. Siz təşkil edirsiniz. Kimi zahiriyə bilmirəm. Biz Bakıda Anlayırım, mən sizi düz başa düşürəm. Mən sizi düz başa düşürəm. Yəni ki, bax belə hamı müəllim, düzdür? Bax qızım, hamı müəllimdir də, müəllimlərin hər birinin dərsi var. Birində 18 saatdır, birində 20 saatdır. 18-20 saatda, yəni orada o seçmir orada, bu kişi də 20 saatda işləyir, yoxsa qadındır. Mən özüm seçirəm o saatı və evə sadəcə getməyimi də özüm seçirəm. Bu vəzifədə mən özüm seçib oturmuşam. Yəni o vəzifədə qadın əvəzinə kişi otura bilər. O kişi deyə bilməz, amma öhdəliyim var mənim, onu izah eləmək istəyirəm. Yəni tutduğum vəzifənin saatı o qədərdir. Ona ki, heç kim mən qanunla danışa bilmərəm. Ben Mədəba Şəhla, Zaqatala Uşaq Ailələri Dəstək Mərkəzinin əməkdaşı. İlk öncə sizlərə xoş gəlmişsiniz deyirəm və bütün iştirakçıların tədbirlər işinə uğurlar arzu edirəm və biz Zaqatala Uşaq Ailələri Dəstək Mərkəzi olaraq dövlət proqramları əsasında gender bərabərliklə, erkən nikahlarla, narkomaniyaya bağlı mütəmadi olaraq ilənizdə həm məktəblərdə, həm ictimaiyyət arasında tədbirlər keçirdik və insanların bunlarla bağlı olan problemlərini araşdırdıq və bizim səlahiyyətlərimiz çərçivəsində çalışırıq ki, biz həm insanlara köməkçi olaraq onların müalicəsində və bu sahədə hansı problemlər varsa o istiqamətdə onların yanında yardımcı oluruz. Nə gözəl mən? Bizə görə bir sual olacaq, hansı bir məqam? Bizdə demək olar ki, Zaqatalada gender bərabərliyi bir o qədər də başqa rayonlara nisbətdə daha çox inkişaf etmiş. Biz kişilərimizlə, qadınlarımızla çiyin-çiyinlə işləməkdən qürur duyur. Hər kəs qadınların çox aktivdirlər. Sadəcə özlərinin evə getdikdən sonra işləri çox olduqları üçün, öz üzərinə düşən işləri çox olduqları üçün ona görə düşünürlər ki, iş yerlərində müəyyən güzəştlərin olması, körpə uşaqları olan analara olursa, mən elə başa düşürəm ki, elə təklif etmək istərlər. Çox gözəl olar ki, həmin o xanımlara, bax, bayaqdan nəyə izah edirik, nəyə danışır, evdə yoldaşlar da dəstək olsun. Ən azından bu çaylıqı qaydanlara ki, o birikdən çaylıqı yaxalasın ki, bir yerdə çay qaynasın. Və uşaq da evə girəndə, inanın, o səhnəni görəndə o qədər sevinir. Çünki uşaq da onu elə görür və gələcəyində də öz ailəsində onu o formada tətbiq edir. Bax, sən özün öz həyat yoldaşına kömək olarsan. Əlbəttə. Eşq olsun bu gəncə. Özünü təklif edəcək. Yok, ad soyadı. İbrahim Okuran. Onun üçün tələbədir. Gördüm ki, həmişə səndə var ediniz, həqiqətən də insan öz həyat yoldaşıyla da, evdə öz anasıyla da, bacısıyla da, yəni müəyyən ev şəraitində olsun, digər məsələlərdə fiziki olaraq da ona həmişə dəstək olsun, mənəvi olaraq ona dəstək olsun. Yoxsa necə? Həmişə bu fikirdə olmuşsun.
Əhsən. Və mənə maraqlıdır, burada olan xanımlar hansına yoldaş evdə dəstək olmaq? Mən dediyim fikirlər, tutaq, sizə, nə gözlər, nə gözlər. Çok azlık teşkil ediyor. Və olmayan da desinlər, olmayan. Ben psikologumuza sual vermek istedim. Biz siz diyece ailede hayat yoldaşınıza tesadüf edin. Kimlər? Bəli, mənim indi həyat yoldaşımın müəyyən şəxslər burada tanıyırlar. Bilirlər ki, mən necə şəxs ayrılınca, işlə necə şəxsən. İnanıram ki, yəni burada olan kişilərdən hər birimiz həyat yoldaşına kömək edir. Əgər biz həyat yoldaşımızı seçmişiksə, biz özümüzə həyat yoldaşı sözün əsl mənasını seçmişik. Həm yaxşı gündə, həm pis gündə ata-bəyab olmaq bizim öz borcumuzdur. Ona görə ki, o bizim seçimimizdir. Əgər hörmət eləmədiyimiz təqdirdə biz özümüzün seçimimizi hörmət etmədiyimiz kimi hesab olunur, sayılanlar belə fikirləşirəm. Çox sağ olun. Yaxşı, bəs kimin ailəsində gender bərabərliyi pozulur? Mənə qoyaq. Amma bilirik ki, onlar ürəyi doğru, onlar danışsa hamıdan çox fikirlərlər. Hanımlar, buyurun, ürəyinizdə, fikir ürəyinizdə saxlanmayın. Maraqlı bir də. Heç biriniz deməlisiniz ki, yaxki həyatı bitirmiş qadınlar necə yaşayır? Yəni, mən də bilmirmiş, mən də yəni bu kateqoriyaya aidəm. Yəni, mən özümdən danışmıram. Çünki mən vaxtında təhsildə almışam. Yalnız üzrə fəlsəfə doktoru Emin Namizədində var. Adınız nədir xanım? Zərgi və Məlahət. Biraz Məlahət istəyirəm. Deyim ki, bir qadın erkən evlənib, yəni ki, 19 yaşında. Sonradan 3 uşaq övlad dünyaya gətirəndən sonra yoldaşı vəfat edib xəstəlikdən. Yəni ki, o qadın təhsil almayıb vaxtında. Hal-hazırda deyək ki, bir nəsə, bir işi başlamaq üçün bu dövlət nə köməklik edir? Yəni ki, bu məsələyə həqiqətən toxunmaq istəyirəm. Bu qadınlar çoxdur elələri. Mən özümü demirəm, yəni ki, şükürlər olsun, məndə bu problemlər yoxdur, amma öz zəhmətimlə hər şeyə mən deyirəm. Ancaq elə bu problemləri həqiqətən dəstək verəsi ailələr var. Qadın. Bizim kimi təşkilatlar var və ora müraciət olunur. Mənim təşkilatım şəxsən mən öz adımdan danışıram. Bu neçə illər ərzində 5 yoldaş rəhmətə getmiş qadına tip kolleci kursları, onun diplomuna vermişik və onları işlə təmin eləmişik. Hal-hazırda da bizə müraciət olunan qadına hansısa bir treyninglər keçilir və onları işlə təmin eləməyə çalışırıq ki, o insanlar əl uzadarmağı bacarsınlar. Amma treyningdən öncə əgər imkan varsa, o hansısa bir kursla biz öz hesabımıza təmin edirik, orada təhsil alır, ondan sonra da işlə alır. Onlar mən deyim, bizdə Zaqatalada indiyə qədər, keçən ildən üstü dayanıbdı, qadın resurs mərkəzi açılmışdı və qadın resurs mərkəzində bizim Zaqatalada 35-dən çox qadın, təsərrüfatçı qadın kimi, onlar arıçılıqla, heyvandarlıqla, quşçuluqla və yaxud da ki, şirniyyat pişirirlər onlar, bir çox dərzilər, ondan sonra süd məhsulları emal edənlər, arıçılıqla məşğul olanlar, kənd təsərrüfatla çalışanlar üçün arıçılıqda olanlara arı pətəkləri verildi, içi dolu arı ilə təsərrüfatla məşğul olanlara heyvanlar verildi, şirniyyat sınıfları açıldı onlar üçün, tuxovqalar deyildi, belə onlar Bilirsiniz necədir? Qadın istəsə çox şey verildi. Mən bir şey deyim, inanın ki, bir qadın var idi, yoldaş rəhmətə getmişdi. O qadın evdə sadəcə olaraq, necə deyim, axşam bazarı deyirlər, belə pomidorlar falan, onu bağlaya, ondan gözünə artıq bir dəfə bir nəfər var ki, çox imkanlı da adam idi. Siz təsəvvür edin ki, bunu hər yerdə fərq olunabilirdi. Mənim arvadım ağacını tanımır. Mənim arvadım çörəyin qiyməti nədir, bilmir. Buyurun, məsələ görə istəyirəm. Sağ olun. Biz də teşekkür edirik. Bir kollektiv şəkil çəkdirək, dağılışmayaq. Siz stolları çəkin.